Əziz dostlar, hörmətli, gözəl, böyük mərasimin iştirakçıları, mən sizi salamlayıram və bir xüsusiyyəti burada xüsusilə qeyd etmək istəyirəm ki, o kəslər ki, millət üçün, xalq üçün, ölkə üçün, dövlət üçün uğurlu yol açır. Bu yol həmişə xalqın, millətin, dövlətin həyatında işıq saçacaq. O yol həmişə düz yoldur və bu yolu ilk dəfə Naxçıvandan başlayan çağ öyrətim üçün açılan yolu Heydər Əliyev, ümumilli liderimiz, böyümüz, ağsaqqalımız və xalqımızın dühası, o işıqlı sima, öz nurlu siması ilə bu yolu o qədər gözəl işıqlandırmışdır ki, bu yolda bu cür böyük uğurlar qazanılmışdır. Mən burada iştirak edənlərin hər birinə, Çağ Öyrətim Şirkətinin bütün əməkdaşlarına, bütün məzunlarına möhkəm can sağlığı, uzun ömür və Ulu Öndər Heydər Əliyevin açdığı bu uğurlu yolda yeni müvəffəqiyyətlər arzulayıram. Çox sağ olun. Hörmətli Fəta məndən rica edəcək ki, bizim məzunlarımızdan xatirə şəkli çəkdirsin, amma məzunlarımız səhnəni tərk etməsinlər.